1000 kilometrlə gedən yol yalnız bir addımdan başlayır. Bizim dəyərli sənətkarlarımızı hər zaman tarda müşayiət edən bir insan, əməkdar artist Sahib Paşazadə bugün Xəzərin sahilindədir. Arxamızda koskoca Xəzərimizi hiss edirik. İnsan kamilləşdikcə, müdrikləşdikcə daha hüzur tapmalıdır. Ailə dəyərlərini Sahib Paşazadə necə dəyərləndirir? Atalarımızın, babalarımızın qoyduğu adət-ənənəni saxlamaq şərti ilə inkişaf belə olmalıdır. Nəinki keçmişin üzərindən xətt çəkməklə. Uğurun ən gözəl açarı keçmişdən qaynaqlanıb. Tar məni daha çox çəkirdi özümə və gizlincə atamın tarını evdə ifa edirdim. Qəzetdən tar düzəldirdim. Yəni acıqlanan məqamları da olurdu. Vacib deyil ki, 30 yaşındakı çılğınlıqda, o bir nizamın içində elə o çılğınlığı da ola bilər, o müdrikliyi də ola bilər, o həyata baxış da ola bilər. Yetər ki, sənin həyata olan sevgin, işığın sönməsin. Xəzərin sahilindən Fəxriyə Lilparla. Verilişin baş sponsoru Hacı Seylon çayları.